Sonra gəlir ümumiləşdirilmə. Burada sintez edirsiniz. Toplanılan bütün, yəni kəmiyyət təhlili artıq başlayır. Dataları formalaşdırmağa başlayırsınız və buradan sonra artıq hansı datalarda heterogenlik var, o datalara siz meta-analiz tətbiq edə bilmirsiniz. Çünki onu cavablandıra bilməyəcəksiniz Prisma statementinə uyğun olaraq. Ona görə də burada artıq narrativ sintez olur. Bu nə deməkdir? Ümumiyyətlə, müşahidə olunanı qeyd etmək ümumi olaraq ki, belə bir pattern deyim, belə bir qayda müşahidə olundu, amma ki, bu qaydalar başqa-başqa artikellarda eyni növdə deyildi. Ona görə də biz bunu təhlildən keçirə bilmirik, meta-analiz edə bilmirik. Çünki çox bir-birlərindən başqadır. Heterogenlik əsasında narrativ bir sintez yaradırsınız, ümumiləşdirirsiniz o məlumatı və statistik təhlillər edirsiniz. Bu yenə də baxır sizin necə bir strukturda data formalaşdırdığınıza, hansı bir strukturda qeyd etmək istədiyinizə və tədqiqat sualına nəşr qərəzi var. Onlara baxa bilərsiniz. Buna da funnel plotdan baxa bilərsiniz və bunun funnel plotda spesifik testləri var. Bu da yenə əsaslanacaq sizin necə bir data formalaşdırdığınıza və ümumiyyətlə əlinizdə olan icmalın strukturuna.